Mehdi kəlməsinin lüğətdəki mənası haqqa çatmış, Allahın hidayətə çatdırdığı bir şəxs mənasına gəlir. Bu mənada əslində hər birimiz Mehdi sayılırıq. Lakin Mehdi kəlməsinin istilahi mənası, yəni termin mənası başqa mənaya gəlir. Mehdi, dünyanın o axır zamanda zülmə uğrayan, dünyanı ədalətə çatdıracaq bir şəxsin adıdır. Bu mənada hər birimiz əlbəttə ki, Mehdi sayıla bilmərik. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Mehdinin kim olması barədə bizlərə hədis səhih qaynaqlarında bizə məlumat verir. Məsələn, Həzrəti Əli radiyallahu anhdan gələn bir rəvayətdə Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, dünyanın ömrünə bir gün qalsa belə Allah mənim əhl-i beytimdən mütləq bir şəxs göndərəcəkdir və o, bundan əvvəl dünya zülmlə doldurulduğu kimi o, ədalətlə dolduracaqdır. Demək ki, dünyaya bir xilaskar gələcəkdir, dünyanı zülmdən qurtaracaq bir xilaskar gələcəkdir və o şəxs də Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin soyundan olacaqdır. Lakin tarix boyu bu Mehdi inancı haqqında insanlar sui-istifadə edərək öz məqsədlərinə istiqamətində insanlara anlatmağa çalışmışlar, insanların yolunu azdırmağa çalışmışlar. Ümumiyyətlə, Mehdi anlayışını qəbul etməyənlər, bu məsələnin uydurma olduğunu söyləyənlər vardır. Özlərini Mehdi kimi elan edənlər vardır. Və bir də səhih hədis qaynaqları çərçivəsində Mehdilik məsələsinə iman edənlər vardır. Mehdili tamamilə inkar edənlər məsələsi dedik birinci bu məsələdir. Hansı ki 60, 70, 80 il bundan öncəyə qədər belə bir inanc sərzi yox idi dəyərli qardaşlar. Yəni heç bir alim bu barədə bu uydurma məsələdir deyə qeyd etməmişdir. Əsasən Mehdiliyi inkar edənlər bunu söyləyirlər ki, Quran-ı Kərim kimi mötəbər bir qaynaqda Mehdi haqqında söz getmir. Allah Mehdi kəlməsini işlətmir. Lakin dəyərli qardaşlar, Quran-ı Kərimdə hər bir şey qeyd olmalı deyə bir şərt yoxdur. Quran-ı Kərim Mehdi kəlməsini işlətmir. Buna qalsa, Quran-ı Kərimdə tövhid kəlməsi də yoxdur. Quranın hansı bir ayəsinə mənə tövhid kəlməsinin olduğunu söyləyə bilərsiniz. Lakin Allah Teala yüzlərlə ayədə tövhiddən bəhs edir. Demək ki, tövhid kəlməsi Quranda yoxdur deyə biz tövhidin yanlış olduğunu söyləyə bilmərik. Hansı ki, tövhid müsəlmanın olmazsa olmazından sayılır. Və məsələnin daha aydın olması üçün sizə bir misal verim dəyərli qardaşlar. Abdullah İbn Məsud radiyallahu anh bir gün bir qadın görür və deyir ki, Allah bədəninə döydürmə edən qadını, qaşını alan qadını, yaradılışını dəyişən qadını və dişlərinin arasını ayıran qadına lənət etsin. Allah Resulü sallallahu aleyhi ve sellem bunu söyləmişdir. Nə üçün mən də ona belə bir qadına lənət etməyim? Və bu Allahın hökmüdür buyurur. Quranda bildirdiyi hökmdür. Bunu eşidən başqa bir qadın, Ümmü Yaqub adlı bir qadın deyir ki, ey Allah Resulunun səhabəsi, mən belə bir şey Quranda görməmişəm, mən Quranı yaxşı bilirəm, belə bir ayə Quranda keçmir. Abdullah İbn Məsud radiyallahu anh bilirsiniz nə deyir? Deyir ki, demək ki, sən Quran-ı Kərimi yaxşı oxumamısan, yaxşı fəhm etməmisən. Bəli, bu Quranda Allahın bildirdiyi bir hökmdür. Və ondan sonra Həşr surəsinin 7-ci ayəsini onu oxuyur. Peyğəmbər sizə nəyi verdisə, onu alın. Peyğəmbər sizdən nəyi nəhy etdisə, nəyi çəkindirdisə, ondan uzaqlaşın. Bəli, ola bilsin ki, hər hansı bir məsələ Quranda kəlmə-kəlmə keçməyə bilər. Lakin bu ayə, bəzən ayələr ümumi mənada işlənir ki, əsas məsələyə bəzən işıq verir. Quran-ı Kərimdə belə bir şey açıq-aydın bildirilməyib deyə biz Mehdilik məsələsinin yanlış olduğunu söyləyə bilmərik. Lakin Quran-ı Kərimdə Allah Teala bu ayələri məsələn nazil edib. Allah öz nurunu tamamlayacaqdır. Mənim salih qullarım yer üzerinə varis olacaqdır. Bunun kimi ayələr Quran-ı Kərimdə çoxdur.
Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, Allah bu dini tüşdən ibarət olan çadırlara da, kərpizdən tikilən evlərə də mütləq çatdıracaqdır. Yəni bu din bəzi insanlar vasitəsilə, izzətli insanlar vasitəsilə izzətlənəcəkdir. Zəlil olan insanlar vasitəsilə də zəlil olacaqdır. Lakin Allah bu dinini mütləq tamamlayacaqdır. Yəni hər bir evə mütləq İslam dini daxil olacaqdır. Bəs yaxşı, bu işi görən kimsələr kimlər olacaqdır? O şəxslər də əlbəttə ki, salih bir cəmaat olacaqdır. Bəs bu salih cəmaatın başında bir onların imamı olmayacaqmı? Məhz o şəxs Mehdidir, dəyərli qardaşlar. Əgər biz Mehdi inancını bu şəkildə qəbul edəriksə, doğru inanca malik olarıq. Yox, əgər Mehdilik inancını bəzən sui istifadə edənlər vardır, öz maraqları istiqamətində istifadə edənlər vardır. Amma bu məsələni sui istifadə edənlər var deyə biz Mehdilik inancından vaz mı keçməliyik? Səhih hədis qaynaqlarında bu barədə bildirilibsə, biz onlara bu məsələyə iman etməliyik.